Kamran bəy, stadionla bağlı, stadion məsələsi ilə bağlı az öncə qeyd elədiniz. Mövcud durum nə yerdədir, sizi nə vadar elədi Qubaya getməyə? Burası anlaşıldı, başa düşdü. Bəs qarşıdakı il üçün, mövsüm üçün bildiyimə görə deyəndə, yəni sizə bir il möhlət verilib stadion probleminin aradan qaldırılması, evə köçmək, dönmək. Hazırda nə kimi işlər görülür? Bu yöndə planınız nədir? Az öncə dediniz, yeni bir stadionun tikintisi daha uyğun qiymətə, vəsaitə başa gələ bilər. O yöndə nə iş görürsünüz? İlk öncə mən bunu istəyirəm deyim, çünki mən oxuduğum qədər İcraiyyə Komitəsi bizə bir neçə başqa şeylə möhlət veribdir. İlk öncə bizə aşağı yaş qruplarının fəaliyyət göstərməməsi üçün bir il möhlət veribdir. İkinci möhləti bizə məşqçi kateqoriyalarının bir alt səviyyədə olması üçün möhlət veribdir. Eyni zamanda əvəzedici komandanın fəaliyyətinin bir illik olmaması üçün möhlət veribdir. Amma sırf infrastrukturla bağlı İcraiyyə Komitəsinin qərarı olmayıbdır. Bu o demək deyil ki, İmişli bununla istifadə eləyib, İmişlidə futbol oynamamaq üçün bəhanə gətirəcəkdir. Xeyr. Məsələ odur ki, biz bir işi 10 dəfə görməkdənsə, biz bir işi 100 ölçüb bir biçməyi daha üstün tuturuq. Bu günləri İmişli şəhərində 5 hektara yaxın bir ərazinin alınması ilə bağlı bizim artıq son danışıqlarımız gedir. Bildiyiniz kimi klublara UEFA tərəfindən həmrəylik vəsaitləri fevral ayının 15-i, mart ayının 31-i arasında ayrılacaqdır. Yəni o vəsait köçüləcəkdir. Həmin vəsaitdən biz istifadə edib, həmin torpağı alıb və bank tərəfindən, bizim tərəfdaş bank tərəfindən, burada reklam olmasın deyə adları demirəm, həmin bank tərəfindən kreditləşmə və maliyyələşmə ilə biz o infrastrukturu düzəltmək istəyirik. Və bu infrastrukturda təkcə söhbət stadiondan getmir. Yanında uşaq futbolu üçün təbii və süni meydançanın olması göstərilir ki, biz orada onu edəcəyik. Bununla bağlı biz icra hakimiyyəti ilə danışmışıq, icra başçısı ilə bizim çox gözəl söhbətimiz olub, onun çox gözəl dəstəyi var. Milli Məclisin vəkilləri, millət vəkillərimiz həm Səyyad bəy tərəfindən, həm Razi bəy tərəfindən bizə tam dəstəyi var ki, bizim o texniki məğlubiyyətimiz olanda da bizim millət vəkili bizi qorudu. Bildiyiniz kimi bəzi idman jurnalistləri biraz fərqli qarşıladı, amma yəni bizim vəhdətimiz var, icra başçısı Elçin müəllimlə bizim vəhdətimiz var və biz istəyirik ki, bax bu vəhdəti biz inşallah köklü klub olaraq, uzun müddət Premyer Liqada dayanıqlı bir klub olaraq fəaliyyətimizi göstərək.